Gəlmişik havalimanına. Gedirik Budapeştə. Prosta evdən çıxanda hər şey götürdü. Yemək yaddan çıxıb. Gəlmişik havalimanında yemək yeyirik. Aytən mən üçün pizza sifariş verdi. Pizza aldırmamışam. Kicik kafenin dağına. Bir saat hazırlayıb gəlmişim. Yiyək, uçuşumuzun vaxtına qalıb 1 saat. Bir saatdan sonra gedirik. İndi gedirik. 3 saatdə bir yolumuz var. Ha? Yol uçdu. 12:35-də tərpənəcək. Oraya çatacaq tezdən. Aldadık ama. Yo, bir saatlər var. Hə. Bir saatlər var. 3 gedib qayıdacaq saat alır. Teyyarə dolur yavaş-yavaş. Miután saját oxigénmacskót felvették, kérem segítsenek az arra rászorulóknak is. Nə deyir ha? Çatdı. Saat necə oldu? Saatı mən telefona baxırdım. 15 neçə idi bilmirəm. Sonra ayağımızı basan kimi telefonu yandırdıq, gördük ki 2:30. Necə oldu? Have a nice day. Pasport kontroldan keçdik. Gedir indi hara şeyə Budapeştin mərkəzinə. Buradan bilmirəm nə qədər məsafədir. Burada bir dənə xala bu arada direkt məndən soruşdu ki, oğlum salam. Yəni Hardan bildiniz? böyle from zat yok da. From oğlum salam. Yəni 100% brava. Burnuma baxıb bir var. Bu olsa ancaq Azərbaycanlı olacaq. Yəni bu burun ancaq Azərbaycanlı olacaq. İndi metroya. Burada metro çöldən gedir. Bir stansiya artıq gelmişik. Çölə çıxıb piyada qayıdacağıq. Bir stansiyanı keçmişik. Əvvəlki stansiya düşməyi biraz gecikdik. Bizdə kimi şey deyil. Bunlarda biraz fərqlidir. Məsələn, daha biraz texnologiya cəhətdən biraz Biz daha qabaq. bizdə daha yaxşıdır. Metronun sistemi Monitorlar var bizdə. Hər keçdiyin stansiyanı işıqlayır belə. Burada yoxdur, sadəcə sadəcə yazılır. özün takib eləmək. Birisi şey maşinist elə bir səslə stansiyanın adını deyir ki, heç bilmirsən nə deməkdir yəni. Telefon belə Hə, zəifdir. çox pisdir də yəni. Ona görə bir stansiya keçdik. İndi biz artıq 1 kilometr yeriyəcəyik. Belə qayıda bilərdik, prosta gəzmək məqsədi ilə dedim ki, gəl çıxaq elə piyada gedək. Bizə lazımdır exchange yeri. Otel də ancaq nağd Otel qəbul edir. nağd qəbul edir. Orada nə qəşəng yer var. Söhbəti biraz Otel zəifdir. nağd qəbul edir. Ona görə bizə 100 evro pul lazımdır. Diri belə. Diri. Bir Macar Gəlmişik marketi. market, Spara gəlmişik su almağa. Su hardadır, onu tapmalıyıq. Amma sərin su da. Sərin su. Mənə adi su lazımdır. Sərin. Bax bu nədir? 185 nə bilim nə. Sən nə götürsən Aytən? Bax burada da adlara uyğun şeylər var, kollar var. Attila istəyirsən? Yox. Adi su. Tamam. Kiçik panik atak. Çiğ çaxlıq bir panik atak yaşadı. Girdi içəri. Kaşlok yoxdur. Yəni tər suyu da apardı da mənə deyərə bilmədim nə edeyim. Ağlıma gəldi ki, bayaq təyyarədə oturanda bəs kaşlokum arxa cibimi narahat edirdi. Çıxartdım təyyarənin qabağımdakı silinən cibinə qoydum. Dedim 100% qaldı orada da, 100%. Təyyarə də Vizeyerin təyyarəsi. Bəlkə də çıxıb gedib hansısa ölkəyə, kimdə oranı otursun, axtarsın, versin deyə. Belə kaşlokda da pul falan, kartlar, vəsiqələr. Dedim füstədə məhv olduq. Elə Aytən o sırada sumkamı eşli, kaşlokumu tapdı. Hər şey yerinə oturdu. İndi isə çıxmışıq Budapeşti gəzməyə gedirik. Gedirik. Bax bu, bunun tarixini sən bilirsən. Şeydir, bu 3 tonun kilsəsi Yes, deyil. yes. Bu deməli Macarıstanın birinci kralı İştvan Stepanın adına tikilib.
1851-ci ildə tikintisi başlanılıb, 1905-ci ildə də yekunlaşdırılıb. Macarıstanı Stepan 1000-ci ildə xristianlaşdırılıb. Bu kilsə də neoklasik üslubda tikilib. Çox qəşəngdir. Bilmirəm orada necə düşür. 50 ilə tikilib. 54. 54? Yes. 54 ilə tikilib. 51-dən 1905-də. Bəli. Çox qəşəngdir. Burada belə bax, məsələn, cəmaət oturur da belə. Bizdə otursalar. Bizdə otursalar deyirlər, "Ay, bunlara bax. Dişi. Sənin qabağında şort. Baba, ağız yaptı belə bax. Dişi atırırlar bunlar. Ha belə. Bura Budapeştdir, hər yer Budapeştdir. Orada Budapeşt yazılmışdı. Azərbaycan yazılar. Azərbaycan yazılardı. Hər yer. Baxın, araç. Egosum via variantias et vita. Saat neçədir ki? O, qəşəng. Neçədir? Saat 5:30. 17:30. Kilsənin hazırda kilsənin zəngləri çalır. Hamı da bunu çəkir və izləyir. Bu tam olaraq necə bir xüsusi hadisədir onu bilmirəm. Saxla. Piyadalara giriş qadağandır. Maşın da gəlmir. Amma insanlar gözləyir ki, onlara yaşıl yansın. Yəni keçə bilər hamı hal-hazırda, amma heç kim keçmir. Bizdə olsaydı yolun ortası dolmuşdu. Bitirdin məni? Yes. İsə bu da çayının sahilləri ilə gedirik Cambridge-ə. Burada bir kebabçı qardaş var. Qardaş nə əti pişirir baxaq. Qardaş necə pişirir, amma yaxşı iyi gəlir. Çəkim arxanı. Zəncir bu. Zəncir körpüsü. Bu qabağımızdakı körpü gedirik ora. Adı Change Bridge-dir. Zəncir körpüsüdür. O isə normal körpüdür, onu da gözə göstərim. Yo, normal körpüdür. Prosta onun ikincisidir, amma bu tarixi abidədir. Bu Buda və Peş tərəflərini birləşdirən körpüdür. Onu daha ətraflısını bilirsən. Orada çəkəcəm sənin video. Bu maşının adı nədir? Burada bütün maşınlar bundandır. Bu adını da bilmirəm. Bütün maşınlar bunlardır. Bura istehsal edir, yoxsa nədir məsələ bilmirəm. Gəldik Budapeştin tarixi körpüsünün yanına. Bu körpü hansı körpü? O bu körpü. Bu körpü Şəhərin ikisi. deməli Budapeşti iki hissəyə ayırır. Əslində Budapeşt bu körpü sayəsində Budapeştdir. Çünki dayandığımız tərəf Peştdir, o bir tərəf isə Budadır. Dunay çayı vasitəsilə iki dənə şəhəri bir-birinə birləşdirir. Ona görə buranın adı Budapeştdir, ümumi götürülür həmişə. Körpü 1839-cu ildə tikintisinə başlanılıb, 1849-cu ildə isə tikintisi başa çatıb və açılış olunub. Deməli, 345 metr uzunluğu var, 14.5 metr isə eni var. Orada bir yazı var, əslində bunların dillərində bilmirəm, Sedzenniyi Landzit belə bir şey yazılıb. Körpünün mənası, adın mənası zəncirli körpü, ingilis dilində isə Cambridge deməkdir, mənası odur. Belə bir tarixi körpüdür. Gəldik körpünün üstünə. Burada çox adam var. Aşağıdan nəsə kiçik çaplı o tərəfdə bir konsert var idi. Çıxmışıq körpünün üstünə, keçirik çayı o tərəfə. Belə çəkim. Aytən xanım da yolu göstərsin, bizə hardan getmək lazımdırsa. Nasıl bildin? Oo, qıfıllama. Nə oldu be, qıfıl gətirəcəydin? Burada bizim də qıfılımız olmalıdır. Yes. Gəl gətirərdik, gəl. Hype. Deyirəm, qıfıl gətirərsən, yer tapmazsan. Nətər yer tapmaz. Sən dedim ki, yer tapacam mən. Öyle olur, həmişə küçəyə yeməklə çıxırıq, pişik qabağımıza çıxmır. Amma əli boş çıxanda dolu pişiklər çıxır. Biz də elə də qıfılı gətirəcəkdik, asmağa yer tapmayacaqdı. İndi gətirməmişik deyə. Düzdür. Gör nə qəşəng mənzərədir. Bəh. Saat 9. Gedirik
Margaret adasına. Deyilənə görə çox gəzməli və görməli yer. Şeydə Duna çayının düz ortasındadır. Körpünün yanındadır, hə. Burada Körpü var. Çayın yoxsa bu birisi? yox, ondan lap qabaqdadır. Parlament binası tərəfdədir. Bildim. Həm parlament binasını görərdik. Onda dalda. Yox, daha bu tərəf. Onda biz bu tərəfə gəlmişik. Bəli, biz Dünən mən baxanda o bu tərəfdə idi. sən yox, dünən sən baxanda bu bursi tərəfdə idi. Aha. Çay bax belədir, bax burdadır. Qaba bax çay bir də bizim qabağımızdadır bax burada. Düzdür? Bəli, bəli. Biz arxada qalırıq. Aha. İndi oradan gəlirik, o tərəfə gedəcəyik. Yerimizi dəyişmişik deyə. Hə, gedirik ora. Oradan sonra Buda qalasına gedəcəyik. Dünən əslində getdik evə ki biraz dincələk. Nəsə biraz çox dincəlmişik. Gözümüzü açdıq, gördük səhər saat 9-dur. Axşamı görə bilmədik. Axşam burada qəşəng körpüdə işıqlandırma olur. Mən onu gözləyirdim ki, yaxşı işıqlandırma olur. Bu gün gedərik. Bu axşam onu görəcəyik. Hə, indi gedirik burada. Sakitlikdir, çox sakit şəhərdir. Yəni iş günüdür. Tıxac yoxdur, qətiyyən. İnsan sıxlığı yoxdur. Yəni təmiz. Səhər saat 9-dan bütün küçələr, yəni yollar, yoldan zibil. yollar daxil hamısı var belə bax yerzat. Maşınlar tozsorandılar səhər saat 7-dəncə hamısı. Yəni çox qəşəngdir. Belə havası da yəni şey deyil, çirkli deyil. Hiss edirsən də. Bir dənə prosta, bir dənə xasiyyətlər var. Çox rahatlar. Yəni belə olur olmadıq yerlərdə burnun təmizləyən kim, böyük bayrın eləyən kim. Yox, böyük bayrın eləmirlər. Fazla ikincisi də indi yəqin ki narkomanı zadı. Gecədən qalmada. Qutuya prosta nəyi şey eləyir, belə də heyrətləndirir. Nəsə eləyirlər. Kimsə eləyib də qalır orada və heç kim ondan iyrənmir yəni. Adam kimsə qutuya böyük bayrını eləyib, qoyub stolun yanına, o da dağılıb yerə. Həmin stolun yanında bir dənə qəqəş oturub kofe içir. Yəni belə bir rahatçılıq yoxdur da. Deməli burada Duna çayının sahilində ayaqqabılar var. 2005-ci ildə bu ayaqqabılar bura salınıb və bir rejissor və bir heykəltaraş tərəfindən qoyulub. Adlarını tam olaraq bilmirəm dəqiqliyinə. Ayaqqabıların burada həm uşaq ayaqqabısı var, qadın ayaqqabısı var. Bu ayaqqabıların mənası nədir? 2-ci Dünya müharibəsində Budapeştdə yaşayan yahudiləri faşistlər qətl edirdilər. Arrow Cross partiyasının üzvləri faşistlərin. Deməli, burada yaşayan yahudiləri qətl etirirdilər və burada yaşayan yahudiləri bax elə gör bu yerdə. Bu ayaqqabılar çəkin buranı. Bu ayaqqabılar olan yerdə, bu yerdə yahudiləri düzüblər. Uşaq, qadın, qoca, cavan hər birin və güllələyərək bu çaya atıblar. Və onların xatirəsinə həsr olunmuş abidədir. İnsanlar burada gəlib şam yandırırlar, lent bağlayırlar və s. Bura Macarıstanın parlament binasıdır. Çox böyük və çox əzəmətli bir binadır. Əvvəl krallıq olub. Lap əvvəl, yəni bunun tarixi çox qədimdə, yəni 1400-cü illərə falan gedib dayanır. Nəsildən nəslə ötürülərək, yəni ən əvvəllər bura bir krallıq olub, böyük bir krallıq olub. Yəni Macar krallığı falan da məsələn belə bir şey. İndi hal-hazırda parlament binasıdır və çox möhtəşəm. Görürsüz təbii ki, restorasiya olunub. 2-ci Dünya müharibəsində bu bina xeyli zərər görüb. Səhv eləmirəmsə o iki güllələr uçurulub falan. Sonra amma təzədən restorasiya olunub bu hala gətirilib. Çox qəşəngdir. Rəngləri qəşəng. Belə video çəkə bilə. Daha dələ eləyəcək. Bu da səhv yeri çəkir. Aytən evə aparmaq üçün xatirə su götürür buradan. Daş da götürəcək, torpaq da. Yəni kanalizasiya suyu olmasın. Buradakı boru biraz göstərir. Məncə biraz daha o tərəfdən götürməliydim. Su tökdüm.
daş. Biraz da torpağından. Dedi bu arada daha nazik torpaq var, nazik özü. Hadi burada baba. Yapardı. Yox, oxumdur. Mən bax belə torpaq deyirəm. Palçıqdır o. Şey torpağından. Baba. Bir suyu bulandıracaq hə? Bandırda bir müddətdən sonra çökəcək dibinə. Həqiqi həm. De. Budapeşt torpağı, Budapeşt suyu. Bir de Budapeşt'ten diye ben su çıkardım. Kapalı. Bak. Bu daş, torpaq, su. Macaristan'dan. Bunun altına da mı yazmışam, karıştırmayayım. Çünkü daha 4 ülkeden götüreceğim ben. Kanım sürücü. Kanım sürücü. Bir tane tramvay keçdi burada ha. Onu çəkə bilmədim, indi bunu çəkərəm. 10 kişi sürürdü, güllə kimi keçdilər burada. Xanım sürücülər belə də hər yerdə özlərini göstərirlər. Yavaş yavaş. Gedirik bu adaya. Margaret adası. Deyilənə görə çox qəşəng bir yer. Şəhərin mərkəzindədir. Burada körpünün üstündən keçirsən. Bildim birinci bu qayıqlarına gedəcəyik. Sonra gördüm yok burada körpüdən yer ayrıldılar. Gedirik orada. Mavi qapaqlı sular, qazlı sulardır. Çəhrayı qapaqlı sular isə qazsız sulardır. Bilmirəm üstündə yazılıb yoxsa yox. Bilmirəm nə yazılıb bunun üstünə. Söküldü buralar. Ben nə bilim. Minera termez tez azvan Termal da yəqin ki onu ifadə edir. Termalla nə əlaqəsi var ki? Termal yəni qazlı bəlkə, qaynar. Termal qaynardır, nə bilim. Sizin Qaynayan su. dioxidial distoid. Ben bu söhbətdən heç vaxt bunun qazlı və ya da qazsız olduğunu ayırt edə bilmərəm Mən yəni. gələn gündən dedim ki, ölkədə əhalinin çoxsunun əlində pəmbə qapaqlılar var. O çox güman ki, adi su. Sən də getdin mavi qapaqlıda yapışdın. Sonra da qazlı çıxdı. Qazlı su. Gəldik adaya. Çox qəşəngdir. Qəşəng yaşıllıq, sakitlik, insan sıxlığı azdır. Qəşəng görməli yerdir. Yolda gələndə arxada bir dənə skamerkada xalalar oturmuşdu 2 dənə. 2 dənə dayı gəldi, onlara dedi ki, durun biraz da biz oturacaq. Özdə belə çağırır. Dayı dedi ki, durun da tərpənin, səhərdə oturursun. Əzarfasız İngiliscə dedilər deyə başa düşdü, yoxsa öz dillərini sildirlər başa düşdü. Sonrasa dayı gəldi dedi ki, durun biraz da biz oturaq. Onlar da heç demədilər, elədilər, durdular, çıxdılar, getdilər. Meşəlik var. Bu ağacın çox böyük yaşı olar yəqin ki. Bu nədir? Çınar da, Xan Çınar. İndi biz Xan Çınar deyirik də, yəqin ki bunun adı bunlar da başqadır. Amma ağaclar çox iri. Bura çox qəşəng yerdir. Hansı bu? Oxşuyur bəyəm mən də gördüm. Oxşuyur. Bəlkə də ondandır. Kartımız yanlar. Başı şey olur, ya rozvi, ya mavi. Bildim aslında. Aa, Bu da balacasıdır. balalar da kartını seviyor, öz-özünə çox qalır. Bir o ağacda qaldı. Ne boyda ərazi, sırf yaşlılar. Üstüne bile səliqəlidir. Yəni bizdə biraz xadiməyə belə şey baxırlar. Xadim özünü də pis hiss edir. Amma bunlar formalı zatdır. Sən mən də işləyə bilərik də yəni. Mən də işləyə bilərəm. Qalıb işləyirsən burada. İşləyərəm. Bağban. Olar. Sən də yaxşı bacarsan bağbanlığı. Sevirəm axı təbiətlə oyalar. Reyhanı gül əvəzi əkiblər. Reyhandır. Reyhandır da benim şey. Ama aldığın gül değil, ağ rəngdə açan. Bax, odur. Bu, odur, bu balacasıdır. O da taxtalar. Balacasıdır. Taşların üstüne bak. Tarih benziyor. Baxın.
Markerimiz olsun. Markerimiz, qıfılımız. Belə yerlərə gələndə düzdür, daşın üstünə yazmaq o qədər də şey deyil. Hə, yəni daşı götürüb tullaya bilərlər tərəfə, amma qıfıl yaxşı söhbətdir də. Yəni ən azından Budapeştdə, körpüdə sənin qıfılın ola bilər. Onun üçün gedib marketdən qıfıl alıb gətirib birazdan körpüyə yapışdırmaq lazımdır. Orada böyük bir ərazi var. Sən ağaclar niyə belə tez böyüyür? Hava sərin hiss edirsən. Hava sərin deyil. Daş yox, şey yox. Madaç Samir, Macaristan dramaturgu. Madaç? Madaç, bəli. Mən niyə tanımıram? Bu 1800-lərdə yaşayır. İnsan Məlumat ver də, özün üçün danışırsan. Hə. 1823-cü illərdə yaşayıb. Məncə 23-də, amma 1800-lərdə yaşadığına əminəm. Madaçdır. Macaristan ən böyük dramaturq və yazıçılardan biridir. İnsan faciələri falan belə şeylər qələm alıb. Teatr var Macaristanda, onun adı ilə daşıyır. Madaç teatrı. Eşitməmisən heç? Dünən deyəsən gördük elə bir teatr. Madaç, Siyazins, nəsə belə bir şey. Hə, ay sola. Bunlar lazım değil. Yox. Margit Margit değil. Yerə gəlmişik. Bura bizim içəri şəhərə oxşuyur. Burada bir qəşəng bir bina da var. Buran hə, yəni orada başı qapısı var. Burada Viyana qapısı var. Viyana qapısıdır adı. Hə, burada. Keçidin adı Viyana Gate. Çox qəşəng yerdir. Minimalist, gözəl yerdir. Burada üstümüzdə qədim bir kilsə var. Üstümüzdə deyəndə yanımızda. Hara getmir? Nə var qədim? Kilsə. Saat indi 12:05-dir. 12:05-dir. 00-da çalırdı. 3 Burası- dəqiqə. hə. Norveçdə qutardı. 3 dəqiqə çaldı, sonra 03-də qutardı. Hə. Belə ətrafı çəkək. Orada bir kilsə var. O tərəfdə bir dənə kilsə var, oraya gedir. O, deyə bu ucuz görünər. Burada hamısı belə ucludur. Hə, bura bu arada Peş tərəfdir. O bu da tərəfdə. Bizim qaldığımız yer bu da tərəfdir. Bura Peş tərəfdir. Peş tərəfdə kilsələr, abidələr daha çoxdur. Bu da tərəfdə isə daha çox şəhər mərkəzi, şəhərin əsas görməsi yerləri falan yer alır. Belə bir böyük bir kilsədir. Qəşəng bir də yerə gəlmişik. Burası o yuxarı giriş pulludur. Biz də pullu şeylərdən qaçırıq. Hə. Belə də pisdir yəni. Gərəksiz sadəcə bir dənə 2 dənə pilləkən çıxırsan. Çıxacaqsan. Ay, 2 dənə pilləkən çıxırsan. Bayağı çevirləyə bax. Bura pulsuzdur. Bura pulludur. Yəni nə dəxli var? Nəsə, qoy belə arxadan çəkeyim. Bura balıqçılar qalasıdır. Adı belə gedir. Balıqçılar qalası adlanır. Buradan bütün şəhər görsənir. Bizim Dağüstü Park kimi bir şeydir. Necə? Atam demiş. Bitti o şəhər. Burada əgər istidən pişirsinizsə sərinləmək üçün yer var. Mən elə düşünürəm ən azından da, yəni sərinləmək üçün var da bu. Nə üçün o bilər ki? Altını da yanmalıdır. İstanarsana. Bilmirəm. Su buraxır. Yəqin ki sərinləmək üçün olar. Dərman zad deyilsə əgər, əslində altına girib yoxlaya bilərdin. Burası bir dərman zadı var. Yaxşı olmaz da sonra. Zəhərlənərəm. Samir, deməli içəridə böyük, belə böyük boyda, yəni onu bütün ala bilməzsən. Çeşid var, hərəsinin dilimlərindən belə götürə bilirsən. Bir dilim hardasa 5.80, 6.20, biri məsələn bu 5.80 idi, bu 6.20 idi, bu da margarita idi, ucuz idi. Bu margarita 4 manat falan idi belə. Ətsiz də yəni. Pendir falan belə qarışıq olur da deyəsən hə. Qəşəng gəl ye. Gedirik Gallat ilə. Yəni
Yallah təpəsi. 178 nömrəli marşrut gəlir, bizi aparacaq ora. Bu arada biz 72 saatlıq bilet götürmüşük. 72 saatlıq bileti də adam başına 28 manat. Ümumi arsa 60 manat deyək də, biletə pul veririk. Və 72 saat ərzində marşrut, metro, tramvay, nə qədər istəyirsən min düş. Sadəcə biletlər üzərində olmalıdır ki, birdən yoxlanarlar falan, yoxlanış falan olar. O halda göstərərsən ki, mənim biletim var. Belə amma yəni biletin də olmasa heç kim səni yoxlayan deyil yəni. Amma yoxlanışa düşsən vəziyyət onda gərgindir. Deyəsən Belə bir şeydir. belə 300 euro falan cəriməsi olur. Burada 72 saatlığın burada göstərir. Burada bitiş tarixi bax 16-sı. Burada indi deyəsən güzgü effektidir, hə, Deyil. çevirdi. Yox, yaxşı görür. Hə, 15-i bitir. Oy, birim baş aşağı tutmuşam. Demirsən. Hə, 12 almışım, 15-i qutarır. 3 gün burada. Gəldi bizim marşrut. Minək. Çək. Dayı sadəcə qabaq açdı. Belə bir düz xətli bərabər götür. Keç. Yoxsa Orada yaxlarda. belə yoxlayanda yoxlayırlar yəni. Düşdük marşrutdan 600 metr kimi bir yolumuz var. Gedirik Gallat təpəsinə. Gedirik ora, görək necə yerdir, nə var orada. Gedək baxaq. İstədiyimiz yerə getdik, çatdıq, prosta bağlıydı, təmir işləri gedirdi. Ona görə girə bilmədik içəri. Bir evə qayıdırıq, tramvaya minək. Hardan minək? Hara boşdur? Buradan minək. Binirik tramvaya, qaydırıq evə. Belə biber görmüşdüm. Kilosu 8 manatdır. Buna bax. Bu nədir o? Xiyar. Bax. Adı Kiyoborkadır. Qulaq as, bu boyda badımcanı bizdə tarlada götürüb tullayırlar ki, tum atır. Kilosu neçədir? 3.40. Kilosu 3.40. Burada salyan pomidor da var. Kesin salyanlıdır. Ayten Spardan dondurma alıb. Özə küllü miqdarda. Belə bir şey. Kornettolar hər yerdə çatandır zaten. İçəridə göstərməm. Gəl qaldığımız yerdə. Bura bizim qaldığımız malikanedir. Qapı yüngül ağırdı. Zindan. Mən departmanın 3-cü. Burada məhəllə. 3 də bizik. Buradan birinci buna çıxarıq. Avtomatik açılır. Oradan da 2 2 nömrəli bizimdir. Axşam düşüb. Şəhər gözəlləşir. Və qəşəngdir hər yer. Qəşəngdir. Sərindir hava, çox qəşəngdir. Yəni belə insanlar hamısı axışıblar küçəyə. Çox yaxşıdır. Çox qəşəngdir. Biz də saat 9-dan evdən çıxanıq. Səhər saat 9-da. Artıq 9-da, hə, 12 saatdır. 12 saatdır küçələrdəyik, gəzirik. Budapeştin hər yerini gəzdik, hər yeri gördük. Hər yerdə piyada gəzdik. Tramvaydan istifadə edirdik, amma taksiyə istifadə eləmədik. Ancaq belə tramvay, avtobus falan belə tez bazar. İndi isə sağollaşmağın vaxtıdır. Sağ olun, salamat qalın, hələlik.